Naftalan şəhər Heydər Əliyev mərkəzində müstəqil Azərbaycan Respublikasında insan hüquqları sahəsində hüquq və siyasət quruculuğu mövzusunda tədbir keçirilib. Konstitusiya və suverenliyi ilə insan hüquqları aylığı çərçivəsində baş tutan tədbirdə ümumilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib. Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva bildirib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi düşən 15 iyun 1993-cü il tarixindən sonra ümumilli liderin rəhbərliyi ilə milli qanunvericilik bazası formalaşdırılıb, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulub, insan hüquqları o cümlədən həssas əhali qruplarının sosial hüquqi müdafiəsi təmin edilib. 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur və ənənəvi olaraq tərəfimdən bu gün öncəsi İnsan Hüquqları Aylığı elan olunur. Naftalan qəhrəman şəhərdir. Naftalan müharibə zamanı Ermənistanın mülki əhali hədəfə alan hücumlara məruz qalmış bir şəhərdir. Biz həm müharibə zamanı bu faktları araşdırıb dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər atmışdır.